Keçirik qarşıq testlərimizdə. Mürəkkəb isim istəyir bizdən. Mürəkkəb isimlərdə şəkilçi olmaz. 3, 4, 5. 3, 4, 5. C variantı. Yəlik aldı. 1 doğrudur. May olmaz. Yəlik al olması üçün mütləq isim gəlməlidir. 3 doğrudur. Z artiklımıza birləşib. Bir də broken burada feildir. Deməli 1, bir də 3. B variantı doğrudur. Suggestions cəmdədir. Batdan sonra da xəbər cəmdə verilib. Xəbər cəmdə verilirsə a little çıxırıq. Suggestions cəmdə olan isimdə həm də a little ona görə uyğun gəlmir. Batdan sonra ümumiyyətcə təsdiq olmaz. A lot of-da çıxırıq, təsdiq dişlənir. A few-da çıxırıq, təsdiq dişlənir. Qalır C və Y. A lot-un da of olmadığına görə isimdən işləmir. Ona görə C variantıdır. 4-də deməli Prens Şahzadə, prize mükafat, peace də sülh deməkdir. 1-ə C, 2-yə yazırıq A, 3-ə də B. C, A, B. Y variantı. Söz ehtiyatımızı mükəməlləşdirmək lazımdır bu arada. 5-ə baxırıq, arımız var, xəbərimiz cəmdədir. İkinci tərəfdə də isimimiz yoxdur. X-layırıq, isimliləri çıxırıq. 3-də gedir. Arda cəm olduğuna görə 2 də gedir. 1 ilə 4 qalır. İkinci tərəfdə isim olmadığına görə ödəyir. Yours, mine isimsiz yəlik əvəzlikləridir. Yəni, müstəqil əvəzliklər. Ona görə A variantı. 2-nin variantını yazmamışıq B. Bunları da yazaq ki, qaranlıq qalmasın. Bu datalar sözdür. An apple a day, keeps their doctor away. C variantı. Gündə bir alma, həkimdə qalma. Üstünlük dərəcəsində waiver var. Biz də burada bilirik ki, Vanda isimli Z-siz işlənib, adı dərəcə olmaz. Müqayisənin işi yoxdur, C variantı. Few özündən sonra cəmsini tələb edib, few proqramısa aiddir, 1 doğrudur. A little-da cəmə aiddir, 2 doğrudur, 1, 2. Few drops olmalı idi, little-dan sonra da S olmaz. Ona görə yanlışdır. 1, 2 doğru variantımızdır, yəni D variantı. 9-a baxırıq. Artiklımız var, bir də isimimiz var. Article görən kimi ikisi bir-birindən küsür, birləşikləri çıxırıq. İsim görən kimi barışırlar. Ona görə C variantı doğrudur. İsim olanda, yəni X birləşik yazılır, article gələrsə ayrı yazılır. İsim yoxdursa, yəni yəlik variantı da belə deyək. İsim yoxdursa, onlar ayrılır bir-birindən. Amma isim varsa, birləşik yazılır. Başqa nitqçilər gələndə də ayrı yazılır. Təkcə artikla görə deyil. Ona görə diqqətli olaq. 10 testə baxırıq. Singular nouns deyir bizdə. A variantında flowers, B variantı, C variantında feed, B-də mice, Y doğrudur, D-də events. 11-də Azərbaycan is a little bigger than, deməli, zəm müqayisə dərəcəsidir. Bu da dərəcəyə baxmayacaq. Sadəcə özüm dairəyə aldım. Bilmirəm niyə. Yəqin yorğunluqdan. Azərbaycan ölkə adı, İnglənd ölkə adı, boşluq A variantı. Bilirik ki, yazmaq olmaz. 12-də amma zən özünü doğruldur. Müqayisə dərəcəsi kökündən dəyişən sifətlərdir. Yəni ki, bunları əzbərə bilirik. Better, good'un müqayisəsidir. Burada da wanted sağda, solunda, ən sonda isim. İsim gəlirsə, isimsizləri çıxırıq. 3 doğrudur, 2 doğru, 1 doğrudur, 1, 3. A variantı. 2 niyə səhvdir? Wanted'dan, ümumiyyətlə feildən sonra şəxs olmaz, feildən sonra yəlik olar, amma asılılar yox, müstəqillər. Diqqətli olmaq lazım. Ona görə 2 yanlışdır, yoxsa 0-nu ödəyir. 1-dən 3. 14-də baxırıq. Deməli, 14-də news sayılmayan isimdir. Birbaşa article gəlməz. Some gələr, bir də a piece of gələr. 2 ilə 4. Niyə 1 gəlməz? E ilə S olmaz. 3-də niyə gəlməz? Birbaşa article gəlməz. Gərək hissə bildirən söz gələr. Ona görə hissə bildirən sözləri bilmək lazımdır. Hər hissə bildirən söz, hər sözün ismin qabağında yazılmır. Hər kəsin özünün və hər ismin özünə aid hissə bildirən sözü var. Burada belə testləri görsəz, qaranlıq qalsa, önlü nəzərdə saxlayırıq. Önlü ya a few, ya a little istəyir. Ona görə də inkarları çıxırıq. Yerdə qalanlar bizi ödəyir, amma isimimiz nədirsə ona uyğun hərəkət edirik. Few ola bilməz sayılmayan isimdir. Few ola bilməz sayılmayan isimdir.
Which alimentsində başlıqda fi ola bilməz, qalır Y variantı. Deməli, orada deyir un çoxdur, ikisi də deyir xeyr, bir azdır. 16-ya baxırıq. Deməli, Z artiklı varsa burada birləşdirməliyik. Burada heç apostrofdan sonra S yoxdur. D tamamilə doğrudur. Burada mənsin apostrofu yanlış verilib. Mənin apostrofu yanlış verilib. Mən apostrof S olmalıydı. 17-də sonluqla tamamlamalıyıq. Onlar o şəhərdə yaşamağı xoşlamadılar. Hava çirklidir, küçələri izdihamlıdır, trafiki də sıxdır. Belə deyək. 1, 2, 5 A variantı. Yaxşı şərait varsa niyə yaşamayaq? Ona görə də 3 ilə 4-ü çıxırıq. Baxırıq 18-ci testdə. 18-ci testdə Beautiful Magazine təkdədir. Amma bilmirik hansı jurnal. Deyir ki, stolun üstündə dünənlərin bir dənə jurnal verdi. Stolun üstü Z article olmalıdır. Beautiful Magazine bir dənə. A Beautiful Magazine on the table. Bəs o jurnal indi hardadır işarə eləyir? B variantı. Baxın, diqqətli olmaq lazımdır. Bilmədiyimiz bir əşyadan danışırsa E artiklı veririk. Harda olduğunu məkan kimi göstərirsə işarə edirik, Z artiklı veririk. Sonra həmin əşyanı təkrarlayırıqsa onda mütləq Z artiklı veririk. Ona görə, yəni sizə sual işarəsi yaranar ki, niyə yuxarıda məqazinə E yazıb, aşağıda Z yazdıq? Çünki artıq söhbət bildin ki, jurnaldan gedir. Cəm isimlər istəyir, Reindeers belə cəmlənməz. Economics belə cəmlənmir. Ümumiyyətlə cəmdə deyil. Radios, ios olmur. Radios olur. Mən drivers də belə cəmlənmir. Deməli, 2, bir də 2 yox, B variantı, sorry. 2 nədir? Tək variantlıdır bu. Deməli, sözün sonunda isim yoxdur. Y variantı, qalanlar hamısı isimlidir. Əslində, burada mayını da vermək olar. Amma tərcüməyə baxın. Bunlar mənim çantalarımdır. Mənimkilər hardadır deyə bilmərik. Səninkilər hardadır. Deməli, Paul daha ağıllı oğlandır. Burada o oğlan sözü olduğuna görə emorla yazacağıq. Bunları çıxırıq. Müqayisə mütləq şərtli zənimiz var. Ona görə A variantıdır. Onun Paul böyük qardaşından biraz daha ağıllı oğlandır. A friend of. Burada ofumuz var. Təbii ki də yəlik əvəzlikləri verməyəsiyik. Obyektlər verəsiyik. Deməli, hamısı ödədi məni. Give. İkinci tərəfə də biz yenə obyekt əvəzliyi verəsiyik. Ona görə ikinci tərəfdə V-ni çıxırıq. Deməli, a friend of zero olmaz. D variantı. Bir dəqiqə. A friend of me. Yox, a friend of me gave mine. Düzgün gəlməyəcək. A friend of his gave him. B variantı. Yenə cəm yuxarıdakindəndir bu. Bayaqki testi təkrar verib. Deməli, bizdə nədir? B variantı. 24-də zəm bağlayıcısı var. Morla ner olmaz. Müqayisədir. Cheaper. Y variantı. Üstünlükdə olmaz. 25-də də ofumuz var. Üstünlük dərəcəsidir. More olmaz. Match olmaz. Most state isim var. Z-si yoxdur. A variantı. Ümumiyyətcə isim varsa sifətin dərəcəsidir. Mütləq də Z artiklı qoyulmalıdır. Z artiklı sifətin dərəcəsində o vaxt qoyulmur ki, orada yiyəlik əvəzliklərindən söhbət gedər. 1 səhvdir. 26-da birləşməli deyildi. 2 düzdür birləşib. 3-də birləşməli idi. 4-də sonu S ilə qutaran isimlər apostrof S istəyir. 5 doğrudur. Deməli, 2, 5 Bakı variantımız. 27-yə baxırıq. Yəlikal istəyir. Cansız isimlərin yəlikalı apostrof S ilə düzəlmir. 3 doğrudur. 2 də birləşməli idi. Wilsonslarda Z artiklı var, doğrudur. Mikes və mən əlim maşına. Deməli, 3, 4, 5 D variantı. 28-ə baxırıq. Cəm isimlər istəyir. Optics X-ləyən isimdir. 2 doğrudur. Oynadılar cəmlənmir. 3-də 4 doğrudur. Economics cəmlənmir. 2 ilə 4. 2, 4. Bakı. İsim düzəldən şəkilçilərimiz tin olmaz, less olmaz, able olmaz, full olmaz, C variantımız. Hansılar düzəltmə isim deyil? Yox, soru B variantı. Deməli, burada discover.
Baxın da belə deyək, hər variantda bir dənə düzəltmə olmayan var, amma bütöv düzəltmə olmayan B-dədir. Ailə üzvləri, müəyyən qrup sözlər, bir də bizim 5 dənə sözümüz var idi. Monument, moment, dokument, parlament, instrument. Bunlar sadə sözlərdir.